Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində beynəlxalq xəstəxanaya çox yaxın bir ərazidə 4 mərtəbəli binanın 4-cü mərtəbəsində konkret 2 otaqlı mənzil satılır. Binanın özü Heydər Əliyev prospektində yerləşir. Bax, prospektin özündə yerləşir. İndi isə siz otaqlardan birini görürsünüz. Konkret 2 otaqlıdır. Qiyməti 77.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. İndi isə mən sizə ikinci otağı göstərirəm. Sənədi çıxarışdır. Aslında xidmətdə alqı-satqıya gedən sənədi. Qarşıda siz deməli bağlı tipli balkonunu görürsünüz. Eyni zamanda qladovkanı görmək mümkündür. Sol tərəfdə yəni bax, polu bu cürdür, yaxşı vəziyyətdədir. Yenidən mən sizə otaqları göstərirəm. Dediyim kimi konkret 2 otaqlıdır. Qiyməti 77.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Çox yaxınlıqda, hədsiz dərəcədə yaxınlıqda 18 nömrəli orta məktəb yerləşir. Yəni bax, bu ərazidə yeganə bir ən yaxın məktəb 18 nömrəlidir. Yəni başqa məktəblər də var, ancaq ən yaxını 18-dir. Binanın çox yaxınlığında uşaq bağçası var. İndi isə siz qapıdan giriş hissəsini görürsünüz. 4 mərtəbəli binanın 4-cü mərtəbəsidir. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. İndi isə mən sizə deməli hamamını göstərirəm. 2 tonluq mənə deyilənə görə bakı var. Burası isə deməli polları taxtadır. Bu çox plus bir işdir. İndi isə mən sizə mətbəxini göstərirəm. Bax, necə görürsünüz təmirin. Bax, deməli bu cürdür. Qiyməti 77.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Bax belə, sizlərə uğurlar.